Azərbaycanda vaxtilə şahlıqlar da olubdur, xanlıqlar da olubdur, devlətlər də olubdur, İldəgizlər devləti də olubdur, Atabəylər devləti də olubdur. Bunlar hamısı məlumdur. Ancaq Azərbaycanın eyni zamanda tarixi nə qədər zəngin, o qədər də keşməkeşlidir, mürəkkəbdir. Naxçıvanın bağışlayın, Naxçıvanın. Və Naxçıvana görürsünüz, dünyanın çox yerlərindən maraqlar çox olmuşdur. Çingizxan da Naxçıvanda olmuşdur, Teymurləng də Naxçıvanda olmuşdur. Hətta Bizans hökmdarı da 10-cu əsrdə Naxçıvanda olmuşdur. Çox belə tarixi faktlar gətirirlər. Bu qədim tarix, çox əsrlik tarix zamanı Naxçıvan torpağı yaşamış, Naxçıvanda insanlar yaşamış, yaratmış, cürbəcür məhrumiyyətlərlə üzləşmiş, rastlaşmış, cürbəcür çətinliklərlə, faciələrlə üzləşmişlər, ancaq yaşamışlar və Naxçıvan bu günə qədər Azərbaycanın torpağı olaraq yaşayır. Bunun özü böyük nailiyyətdir. Bizim 20-ci əsrdə Naxçıvanın tarixi də çox mürəkkəb, çox ziddiyyətli, çox çətin olmuşdur. 1917-ci il oktyabr inqilabından sonra, indi burada bəzi faktlar gətirildi, Naxçıvanın son dəfə 24-cü ildə muxtar respublika elan edilməsinə qədər və 1926-cı ildə Naxçıvanın ilk konstitusiyası, Naxçıvan Muxtar Respublikasının ilk konstitusiyası qəbul oluna qədər o 5-6 il içərisində nə qədər ağır, çətin və ziddiyyətli proseslər olmuşdur. Erməni qüvvələri, erməni daşnaq qüvvələri xüsusən 20-ci əsrdə, ondan əvvəl də həmişə Naxçıvana göz çilmişlər, Naxçıvana qəsd etmişlər, Naxçıvanı ələ keçirmək istəmişlər. Amma Naxçıvanın ətrafında olan torpaqlar da Azərbaycan torpağı olmuşdular. Buna baxmayaraq, orada ermənilər də yerləşmişlər. Onlar o birisi torpaqları əllərinə keçirdikləri kimi, məsələn, indiki Türkiyənin ərazisində olan bəzi torpaqları, yaxud indi Ermənistan Respublikası yerləşən Azərbaycan torpaqlarını əllərinə keçirdikləri kimi, Naxçıvan da əllərinə keçirməyə çalışmışlar. Əgər bəzi yerlərdə onlar istədiklərine nail ola bilmişlərsə, amma Naxçıvan ərazisində buna nail ola bilməmişlər. Təəssüf etmiyorlar ki, bəzi hallarda Naxçıvan torpaqlarının bir qismi ermənilərin əlinə keçib, ancaq Naxçıvan əsasən öz ərazisini qoruyub saxlamışdır. Naxçıvandan Azərbaycanı ayıran bu Azərbaycan torpaqlarının Zəngəzur mahalının vaxtilə Ermənistana, ermənilərə verilməsidir. Əgər bu olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyatı lazım deyildi. Azərbaycan bir vahid, bir əraziyə malik olan bir ölkə idi. Ancaq Zəngəzur mahalının, cümlədən onun bir hissəsi olan Mığrı, Qafan rayonlarının, Azərbaycan torpaqlarının 20-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldə getməsinin çox böyük bir hadisəsidir.
ermənilər bizim torpaqları həmişə zəbt etməyə çalışmışlar. Tarixdən məlumdur ki, məsələ 1918-ci ildə Tiflisdə ermənilər, gürcülər, Azərbaycanlılar öz müstəqil devlətlərini yaratmağa çalışarkən əvvəl ümumi fikir olmuşdur ki, Zakafkaziya kimi bir devlət yaransın. Sonra bu fikir baş tutmadığından Gürcistan öz müstəqilliyini elan etmiş, Azərbaycan müstəqilliyini elan etmiş, Ermənistan müstəqilliyini elan etmiş. Ancaq bu günlərə qədər çox orada ciddi, qızğın və çox kəskin danışıqlar getmiş, mübahisələr getmişdir. Və məlumdur ki, o vaxtları Azərbaycan tərəfindən Azərbaycanın Demokratik Respublikasını yaradanlar Azərbaycanın torpaqlarının bir hissəsi, o cümlədən Yerevanın Ermənistana verməsinə razı olmuşlar. Bizim arxivlərdə var Fətəli xan Xoyskinin Azərbaycan Demokratik Respublikasının baş naziri Fətəli xan Xoyskinin Tiflisdən Hacı Həsən Hacınskiyə, Xarici İşlər Nazirinə telegramı var. O arxivdə var, o telegramda göstərir ki, o xahiş edir ki, o çalışsın ki, onlar Tiflisdən gələ bilsinlər, çünki oradan Tiflisdən gələ bilmirlər. Burada o devirdə bilirsiniz ki, onların Azərbaycana gəlməsinə imkan verilmirdi. Eyni zamanda o xəbər verir ki, ermənilərlə biz artıq mübahisələri sona çatdırdıq. Çünki biz Yerevanı ermənilərə verməyə razılaşdıq. Rusça yazılıbdı telegram, deyir ki, ustupili Yerevan armyanı. 1918-ci ildə olan sənəddir bu. Bizim tariximizin bütün bu mərhələləri araşdırılmalıdır, təhlil olunmalıdır, yazılmalıdır. Mən bir neçə dəfə bu fikir irəliyə sürmüşəm və bugün də hesab edirəm ki, qədim tariximiz də bizə lazımdır, şübhəsiz. Ancaq bizim imkanımız yoxdur indi. Azərbaycanın çox minillik tarixini istədiyimiz kimi yazaq, yəni həqiqəti yazaq. Ancaq 19-cu 20-ci əsr bizim üçün çox əhəmiyyətli bir devirdir. Bunu yazmaq lazımdır. Elə indi bu Naxçıvanla əlaqədar bir neçə arxiv materialları ilə tanış olarkən bir daha mən xatırlayıram, o materialları mən əvvəl də görmüşdüm. Xatırlayıram nə qədər bizim bugünkü ictimaiyyətimizə, gələcək nəsillərə həqiqəti çatdırmağa ehtiyac var. Çox böyük ehtiyac var. Məlumdur ki, 1920-ci ildə dekabr ayında Ermənistanda Sovet hakimiyyəti qurulan zaman Nəriman Nərimanov da böyük bir səhv buraxmışdır. Bəyan etmişdir ki, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağ Ermənistana verilsin. Bu da məlumdur. Və məhz buna görə də sonra ermənilər həm Naxçıvana, həm Dağlıq Qarabağa çox iddia etdilər. Və məhz buna görə də Naxçıvanda Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 21-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90%-i Azərbaycanın tərkibində olmasına səs verdi. Və Dağlıq Qarabağda da bilirsiniz ki, referendum keçirilibdir və Dağlıq Qarabağın da əhalisi Azərbaycanın tərkibində olmasına səs veribdir. Onlar tarixin səhifələridir.